Bu günləri FRC kanalından və ya FRC kanalından necə deyilir bilmirəm, həmin kanaldan danışacağıq. Azərbaycan YouTube məkanında 220 mindən çox abunəsi olan FRC kanalının sonuncu videosuna nəzər yetirəcəyik. Fərəz bu videoda şərh yazan insanlara reaksiya verir, savaddan, intellektdən dəm vurur. Amma videonu elə detallı izləyəndə görürsən ki, başqalarına savadsızlıqla ittiham edən bu insan özü elementar etik və mədəniyyət qaydalarından tamamilə uzaqdır. Bugün egonun, izləyiciyə yuxarıdan aşağı baxmağını və ən əsası etika qaydalarını necə heçə saymağını analiz edəcəyik. Videonun əvvəllərində Fərəz şərh bölməsində Raufan adlı izləyicinin Azərbaycan blogerlərinin uzağı 20-30% normal savada malik fikrinə ilişir. Başlayıq izləyicidən sübut və ya statistika tələb etməyə. Burada çoxunun belə olduğunu fikirləşmirəm. Mən sizə soracağım nə deyir? Söhbət diplom deyil, hazırda Azərbaycanın diplom olmaq sadə bir şeydir. Yəni düzdür. Söhbət normal intellektual olmaqdır. Azərbaycanda blogerlərin uzağı 20-30% normal savada malikdir. Aha, dən orada. Hansı statistikaya əsasən sən deyirsən ki, blogerlərin 20-30% normal savada malikdir? Okey, sən özü qoymusan dağ başdan deyirsən ki, mən zor savada malikəm, yüksək savada malikəm, hə, və özümü o 20-30%-ə aid edirəm. Qalan blogerlər hamısı axmaqdır, bir mən ağıllıyam kimi bir söz istifadə edirsən. Yəni 20-30% deməklə. Çünki sən deyirsən ki, 80-70% blogerlərin axmaqdır və vurmaz ədvəni bilmirlər deyirsən. Sənin deməyindən o çıxır bu arada. Ondan sonra mən harda yazılıb bu qanunu göstərsən, haradan uydurmusan bu faizi deyir. Bura qədər normal görünə bilər, düzdür. İnsan bir iddia irəli sürürsə əsaslandırmalıdır. Amma ironiya baxın ki, Fərəz izləyicidən statistika tələb etdiyi halda özü videonun irəliləyən dəqiqələrində al cavabını, yəni süni intellekt cavabını oxuyur və o da rəsmi bir araşdırmanın olmadığı təsdiqlənir. Yəni ortada dəqiq rəsmi rəqəm yoxdursa, izləyicinin subyektiv rəyi üzərindən bu qədər böyük bir münaqişə çıxarmaq sadəcə videoya mövzu tapmaq cəhdidir. İndi isə gələk əsas məsələyə və mənim bu videonu çəkməyimiz olan o biabırçı məqama. Həmin izləyici Fərəzə tamamilə mədəni və haqlı bir irad bildirərək deyir ki, sənə yox, sizə sualını düzgün formada verin və normal cavab alasınız. Yəni insan deyir ki, onunla məsafə saxlansın və hörmətlə müraciət edilsin. Yəni sən yox, siz deyə müraciət edilsin. Bəs böyük intellekt sahibi olduğunu iddia edən YouTuberimizin cavabı nə olur? Eynən bu cümlə. Deyir ki, sən yox, siz deməliyəm. Sən kimsən, mən sən siz deyim. Yox, belə soruşmaq əvvəl olmaz, sən kimsən də mən sən siz deyim. Yəni belə mən sən ümumiyyətlə tanımıram, belə kim olduğundan belə xəbərim yoxdur. Sən niyə siz deyim? Yəni bunu mən bir dənə baş sala bilərsən, yəni. Sizi mən kimə də deyərəm bilirsən? Hörmət elədiyim insana deyərəm, səni birinci dəfə də görürəm. Sən niyə hörmət eləyim və ya siz deyə xitab eləyim, hə? Sən deyirəm, yaxşı eləyirəm. Sən deyə xitab eləməliyəm. Nə deyə xitab eləməliyəm? Tanımadım, sən də. Sən kimsən, mən sənə siz deyim. Belə soruşmaq ədəbsizlik olmaz. Sən ümumiyyətlə tanımıram, kim olduğumdan xəbərim yoxdur. Sənə niyə siz deyim? Siz mən kimlərə deyirəm, bilirsiniz? Hörmət elədiyim insanlara deyirəm. Səni birinci dəfədir görürəm, sənə niyə hörmət eləyim? Baxın, fəlakət burasındadır. Fərəz bəy, görünür, siz diploma almısınız. Ali təhsiliniz var. Amma elementar etika və ünsiyyət qaydalarından kəsilmisiniz. Dünya etika qaydalarında internet mədəniyyətində və ümumiyyətlə bizim cəmiyyətin normalarına görə tanımadığın, ilk dəfə qarşılaşdığın və aranda rəsmi yaxın bağı olmayan hər bir şəxsə siz deyə müraciət olunmalıdır. Siz müraciəti o insana xüsusi bir pərəstiş etməyə və ya onu sevməyə mənasında deyil. Siz müraciəti qarşındakı insanın fərdiliyinə və şəxsiyyətinə göstərilən ilkin standart hörmətin rəmzidir. Sən birini tanımırsansa ona sən kimisən ki? Yox, məhz tanımadığın üçün siz deməlisən. Daha sonra ChatGPT-dən, yəni süni intellektdən internetdə siz demək məcburidirmi deyə sorulub. Orada aldığı məcburi deyil. Mən yazdım ki, tanımadığın internetdə kommentdəki bir adama siz deyə xitab etmək məcburiyyətindəyəmmi? Və qayıtdı mən bir sənə dedi. Xeyr, tanımadığın internetdə internet istifadəçisə mütləq siz deyə müraciət etmək lazım deyil. Sosial media və şərh bölmələrində rəsmi mühit olmadığı üçün siz bəzən süni, həddindən artıq məsafəli, kontekstə uyğun olmayan müraciət kimi görünür. Normal, neytral şəkildə sən deyə hörmətsizlik sayılmır. Hörmət müraciət formasında yox, yazdığın cümlənin tonundan və məzmunundan asılıdır. Süni görünür cavabı isə özünə bəraət qazandırmağa çalışır. Süni intellekt sənə virtual jargonlar izah edə bilər. Amma qarşındakı canlı izləyicini səndən açıq şəkildə mənə siz deyə müraciət edib tələbini qoyursa, sən bir kontent yaradıcısı olaraq o insanın istəyinə egonla yox, mədəniyyətinlə cavab verməlisən. Videonu izləyərkən hiss olunan ən böyük problem YouTube'un öz izləyici kütləsinə yuxarıdan aşağı baxmasıdır. Şərhlərdə boş-boş danışmaqla ittiham edir və hər bir yerdə deyir ki, 2-3 sənə ölkə gəzib özünü elit zənn gəlib cəmaatı aldatsın. Öz içində olan əksiliyi başqalarına alçaldaraq üzə vurmağa çalışır.
Fərəd, sən bu cümləni o izləyiciyə deyirsən, amma videoda tam olaraq öz etdiyi təsəvvür edirsən. Sırf sənə siz də dediyi üçün bu insan kameranın qarşısına çıxıb minlərlə insanın qabağında linçlənmək, sən kimsən demək, əsl egoistlik və üstünlük kompleksidir. YouTube böyük auditoriyaya sahib olmaq, insanları hər kəs aşağılamaq lisenziyası vermir. Əgər bir platformada mən savadlıyam, digər blogerlər kimi deyiləm, ilmizi artırmaq istəyirsənsə, birinci növbədə sənə rəy yazan, səni izləyən insana siz deməyi, onun şəxsiyyətinə hörmət etməyi öyrənməlisən. Çünki savad sadəcə diplomla yox, həm də nitq mədəniyyəti və davranışları ilə ölçülür. Siz bu mövzuda nə düşünürsünüz? Sizcə internetdə tanımadığı insanlara sən yox, siz deyə müraciət etməliyik. Fərədin bu reaksiyası normaldır, yoxsa tam bir ego partlayışı? Şərhlərdə fikirlərinizi yazın. Videonu bəyənib kanala abunə olmağı unutmayın. Qısacası, etika qaydalarına görə sən ona tanıdığın üçün, hələ tanımadığın üçün siz deyə müraciət eləməlisən. O insanla ilk dəfə danışdığın üçün ona siz deyə müraciət eləməlisən. Sən ona tanımadığın üçün elə hörmət eləməlisən. Çünki o adamla sənin bir ünsiyyətin olmayıb. Ona sən deyə bir müraciət eləyə bilmərsən. Və sən videoda dediklərin hamısı səhv idi. Sən deyirsən sən kimsən ki? Bəlkə sən sağ olun, növbəti videoda görüşərik.